İngiliscədə get nə deməkdir? Tələbələrin ən yaralı mövzusundan danışaq. Hello guys, bugün sizinlə get sözünün 5 fərqli işləmə məqamını öyrənəcəyik. İlk növbədə başlayaq get in ifadəsindən. Get in ifadəsi içəri daxil olmaq, içəri girmək deməkdir. Amma bəzən yetişmək, çatmaq mənasını da ifadə edə bilər. Get in. Get. Növbəti ifadəmiz get out ifadəsidir. Bayıra çıxmaq, çölə çıxmaq deməkdir. Amma xatırladım ki, bəzən bu ifadəni idiom kimi də görə bilərsiniz. Get out, yox daha nələr, inana bilmirəm, bu mənaları da ifadə edə bilir. Get out. Get out. Üçüncü ifadəmiz get up, qalxmaq deməkdir. Get up, hang. Get up. Növbəti ifadəmiz get down, aşağı düşmək, ruhdan düşmək, kefsiz olmaq, ciddi şəkildə bir işlə məşğul olmaq, coşmaq, rəqs etmək, bütün bu mənaların hamısını əhatə edə bilir. Get down. Get down. Və sonuncu olaraq get ready, hazırlaşmaq deməkdir. Okay, let's get ready. Düzün deyin görüm, hansıları bilmirdiniz?